Tövrata görə Musa peyğəmbər və İsrail oğulları Misiri tərk etdikdən sonra Sina dağının ətəklərində məskən salırlar. Məhz burada Tanrı Musaya akasiya ağacından hazırlanan, üzərində də 2 mələyin təsvir olunduğu bir sandıq hazırlatmasını əmr edir. Musa peyğəmbər də bu təlimatları olduğu kimi yerinə gətirir və əhd sandığı beləcə hazırlanır. Bu sandıq yəhudilər üçün ən müqəddəs əşyaya çevrilir və Süleyman peyğəmbər tərəfindən Qüdsdə inşa etdirilən böyük məbədə, yəni Süleyman məbədinə yerləşdirilir. Lakin sandığın qorunduğu Qüds şəhəri M.Ö. 587-ci ildə Babil ordusu tərəfindən işğal edilir və Süleyman məbədi dağıdılır. Həmin tarixdən etibarən əhd sandığı ilə bağlı heç bir məlumat tapılmayıb. Əhd sandığı ilə bağlı Qurani-Kərimdə də bəhs olunur. Peyğəmbərləri onlara belə dedi: Onun hökmdarlığının əlaməti Musaya verilən sandığın sizə gəlməsidir. Onun içində Rəbbinizdən bir təskinlik, həmçinin Musa və Harun nəslinin arxada qoyduğu qalıntılar vardır. Onu mələklər gətirəcək. Əgər inanırsınızsa, bunda sizin üçün bir dəlil vardır.